Salam əziz dostlar və həmkarlar. Bugünkü dərsimiz Exam 70-680 dərsində yer alan 1-ci chapter 3-cü mövzu olacaq. Yəni Lesson 3 Managing User Profiles. Bildiyiniz kimi, əgər siz user accountlarını köhnə kompüterdən yeni kompüterə ötürmürsünüzsə, çox güman ki, userlər öz xidməti vəzifələrini yeni əməliyyat sistemində yerinə yetirə bilməyəcəklər. Digər tərəfdən, user birinci dəfə yeni əməliyyat sistemi daxil olarsa və ona tanış olan mühit görərsə, o özünü daha rahat hiss edir və nə qədər user özünü yeni əməliyyat sistemini rahat hiss edirsə, bir o qədər də əməliyyat sistemi tez öyrəşir. Buna görə çox vacibdir ki, yeni əməliyyat sistemi yükləyərkən onunla birlikdə həm də userlərin accountlarını, yəni profillərini də yeni əməliyyat sistemimizə yükləyək. Bu məşğələdən siz biləcəksiniz ki, Windows'un əvvəlki versiyalarından Windows 7-yə userlərimizin accountlarını necə ötürə bilərik? User accountların ötürülməsi. Userlərin accountları yalnız sənədlər deyil. Burada daxildir sevimli saytların adresləri, accountlar haqqında məlumatlar, desktop şəkilləri, fayllar, qovluqlar. Əgər userli accountları yeni əməliyyat sisteminə ötürülürsə, ötürülmürsə, yəni onda onlar köhnə əməliyyat sistemində qalırlar. Əgər userlərin profillərini baxmaq üçün aşağıdakiləri, yəni siz də edin. Girirsiniz panel upravleniya, sistema, buradan parametri sistema. Bundan sonra isə girirsiniz profili pользователя parametri vurursunuz. Burada gördüyünüz kimi hal-hazırda mənim kompüterimdə bir dənə yəni pользователь var, yəni user var. Buradan siz profillərin həcminə baxa bilərsiniz, lazım profillər silə və ya profillərin tipini dəyişdirə bilərsiniz. Profil əsasən iki tipdə olur. Smith tip, перемещаемый, bir lokalный. Lokal və ötürülmüş, yəni перемещаемый ötürülmüş. Ötürülmüş profillər serverdə saxlanılır və şəbəkədə olan bütün kompüterlər üçün əldə çatan olur. Bu o vaxt istifadə olunur ki, ya profil haradansa gətirilib, yəni ki, yönəldilmiş olub, ya da ki, elə bir istifadəçi nəzərdə tutub ki, o bütün kompüterlərdə işləyir. Onun profili bütün kompüterlərdə öz əksini tapır. Belə profillərin həm də mərkəzləşmiş serverdə kopyalarda olur, yəni backup etmək olur onları rahat. WinServer'ın, yəni Windows 7 komplektində Windows Easy Transfer utility də daxildir. Onun vasitəsilə siz userlərin accountlarını Windows XP-dən, Vista'dan Windows 7-yə bu əsasən 3 üsulla aparılır. Birinci, mən sizə göstərim, əvvəz açaq. Budur, həmin Easy Transfer. Məsələn, 3 yolla aparılır. Birinci, xüsusi kabel vasitəsilə, yəni kabel Easy Transfer vasitəsilə aparılır. Bu kabelin hər iki başlığı USB port təchizə olunub. Bu zaman hər iki kompüter işlək vəziyyətdə gətirilməlidir və hər iki kompüterdə Windows Easy Transfer işə salınmalıdır. Bu zaman paralel ötürmədən istifadə edilir. Yəni side by side ötürülməsindən istifadə olunur. Burada gördüyünüz kimi kabel
şəkildə. İkincisi şəbəkədir, şəbəkə vasitəsilə. Bu zaman kompüterlər şəbəkəyə qoşulur və Easy Transfer utility işə salınaraq hər iki kompüterdə şifrə istifadə edilir. Bunun hər iki kompüterə daxil edirik. Bu zaman yenə də paralel ötürmədən istifadə olunur. Yəni ki, hər ikisində side by side'dan migration vasitəsindən istifadə olunur. Üçüncü gördüyünüz kimi xarici USB diskdən istifadə edilir. Bunun əvəzinə xarici hard disk və yaxud da daxili hard disk də ola bilər, həmçinin şəbəkə diski də ola bilər. Bu zaman həm paralel, həm də silib ötürmə üsulundan istifadə edə bilərik. Bu zaman təhlükəsizlik baxımından şifrədən istifadə etməliyik ki, həmin şifrəni köhnə və təzə əməliyyat sistemlərimizdə yığacağıq. Demək, şimdi nəzəri bir praktika keçirdək. Görək orada Easy Transfer necə özünü göstərir. Hal-hazırda biz virtual maşına qoşulmuşuq. İndi mən sizə praktikada Easy Transferin necə işlədiyini göstərəcəm və onun haqqında biraz da geniş ətraflı məlumat verəcəm. Burada həmçinin göstərib ki, siz hansı faylları Easy Transfer vasitəsilə miqrasiya edə bilərsiniz. Burada ətraflı var. Sonra biz bu dəfə mən USB diskdən istifadə edəcəm transfer etmək üçün. Bunu əvvəlcə isxodla göstərmək lazım. Yəni ki, bu çıxış kompüteri, yəni köhnə əməliyyat sistemidir. Ona görə əvvəlcə bunu vururuq. Ondan sonra hər ikisini skan etdikdən sonra işimizi davam etdirəcəyik. Budur bizim məlumatlar, userlər haqqında məlumatlar yığıldı. Bundan sonra biz burada görürüz nastroyka var, yəni settings. Buraya girdikdə biz görürük ki, burada göstərir videoların, dokumentlərin, şəkillərin, mahnıların, proqramların və başqa elementlərin burada həzmini göstərib. Biz burada doполнительно vurub daha da ətraflı, yəni ki, hansı elementlərin gələcək, yəni yeni əməliyyat sistemimizə getməyini təyin edə bilərik. Görünsün, orada quşlar var. Həmin quşları qoymaqla və yaxud götürməklə biz bunu təyin edə bilərik. Ondan sonra Sохранить vurursunuz və yenidən ikinci userimizlə baxa bilərik. Bu sistemada option elementlər. Buradan yenə həmçinin qeyd edirsiniz, hansını istəyirsiniz, hansını istəmirsiniz. Məsələn, dalə vururuq. Burada parol yığırım. Mən parol yığdıqdan sonra Sохранить. Bir də yığmaq lazım. Mən əlbəttə yığmadım. Və hard diskdə bunu biz yerləşdiririk, Sохранить edirik. Gördüyünüz kimi məlumatların yadda saxlanması başa çatdı. Bunda yerini göstər, hansı diski yazmışam, F diski. Bundan sonra biz işi bitiririk. Əgər istəyirsinizsə, yəni fərz edək ki, bu hələ təzə yeni əməliyyat sistemidir. Yəni təzədən gəlirik, qoşuluruq həmin yerə, F diskinə. Burada bizdə burada göstərir sredstva переноса данных. Yəni ki, Easy Transferdir o. Burada açılacaq indi həmin səhifə yenə təzədən. Yəni, kompüter bir göstərir ki, bu fərz edək ki, bu yeni əməliyyat sistemimizdir. Yəni, kodu yenə yığırıq, gördüyünüz kimi. Və burada seçir hər ikisi. Yəni ki, yenə də əvvəldən seçirdik ki, hansını əlavə edək, hansı. Burada da seçə bilərik. Bir də дополнительный var burada. Gördüyünüz ki, burada biz istəsək account yarada bilərik.
həmin profilli bizlə gələn profilləri həmin akkauntun yaddaşına salaq. İstəsək hansı diski seçə bilərik, hard diski yaza bilərik. Burada məsələn misal göstərib. Ya home group ya da ki pozitiv, yəni təzədən bunu biz burada pozitiv kimi yarada bilərik. Məsələn saxlanıc vururuq və təzədən əlavə edirik. Məsəl üçün gəlin bir dənəsini yazaq. Məsəl üçün olsun Rəhman parol 1-2-3 1-2-3 sozdać. Gördüyünüz kimi buradan seçirəm və saxlanıc edirəm həmin userin profilinə. Burada təzədən elementləri, yəni baxa bilərik. Hansı elementləri biz öz kompüterimizə yükləmişik. Pozitivlərə baxa bilərik. Yəni ki, yüklədiyimiz 2 dənə proqram var idi ki, indiki virtual maşında 2 proqramım var idi ki, onlar da təzədən ustanovka olunub kompüterə. Buradan yenə də həmin spiska yenə baxa bilərik. Hansılar ki, yəni ki, yüklənib kompüterə. Bundan sonra bir şey bitirmiş oluruq. Əziz dostlar, dərsimiz USUMT-la davam edəcək. Əmr sətrinin utiliti olan USUMT, userlərin akkauntların ötürülməsini avtomatikləşdirməyə imkan verir. O, Windows AIC komplektinə daxildir və Windows Easy Transferdən çox üstündür və daha çox məlumatın ötürülməsinə imkan verir. USUMT-la ötürülmə zamanı məlumatların yalnız USB diskə yazılır, şəbəkə diskinə yazıb, onun vasitəsilə paralel ötürmə üsulundan istifadə etmək olmaz. Həm də kabellə ötürmə mümkün deyil. USUMT vasitəsilə məlumatları ötürərkən köhnə əməliyyat sistemindən scan-state əmrinin köməyi ilə əməliyyat sistemindəki məlumatları toplayırıq. Yeni əməliyyat sistemində isə load state əmrinin köməyi ilə məlumatlarını yeni əməliyyat sisteminə ötürürük. User Migration Toolkit bizə icazə verir ki, userlərin akkauntlarını, fayllarını, əsas əməliyyat sisteminin proqramlarını və nastroykalarını yeni əməliyyat sisteminə ötürək. Həmçinin Access Control List, yəni faylların və qovluqlara olan dostluq siyahısını ötürməyə imkan verir. USUMT vasitəsilə biz Windows XP-dən Windows Vista-ya, Windows 7-dən Windows 7-yə məlumatlar ötürə bilərik. Həmçinin istisna hal kimi Windows 7-dən Windows Vista-ya da məlumatları transfer edə bilərik. USUMT nələri köhnə əməliyyat sistemindən yeni əməliyyat sisteminə ötürmür. Şəbəkə diskləri haqqında məlumat, lokal printerlər haqqında, yəni qurğuların driverləri, şifrələr, ümumi resursa giriş haqqında icazə və internetə çıxış haqqında məlumatları bizə çatdırmır, yəni ötürmür. Bizi transferin proqramında iş ərzində ötürüləcək məlumatlar yəni seçilirdisə, USUMT prosesində bunu əvvəldən edirik. Bunu da config XML faylın köməyi ilə edirdik. Ümumiyyətlə, USUMT-da 4 cür XML faylı mövcuddur. Birinci, MIG-app XML özündə proqramların ötürülməsi
qaydalarını cəmləşdirir. Bura aiddir xüsusi imkanlar parametri. Remote desktop, yəni ki, udalenный рабочий stollar, favorite folders, open databases connectivity, Outlook'un faylları, klaviatura, muşqanın, mouse'un parametrlərinin, remote assist service, regional parametrlər, fonun zastavkası və s. kimi, yəni belə yəni akkauntlarda olan bütün nastroykalar demək olar ki, MIG app özü ilə yeni əməliyyat sistemini aparır. MIG User XML isə özündə user akkauntlarının və məlumatlarını birləşdirir. Bura aid dokumentlər, mahnılar, şəkillər, desktop və start menüsü ki var, yəni pusk menüsü. Oradakı bütün məlumatları bizə ötürməyə kömək edir. Yəni fikir verirsiniz ki, MIG app'də ancaq sistemlə əlaqəli funksiyalardırsa, buradakı ancaq konkret fayllar və proqramlardır. MIG Docs isə özündə userlərin sənədlərini yerləşdiyi yeri göstərir. Yəni dokumentlərin ən çox transferində istifadə olunur. Bir də config XML, bu fayl digərlərini seçilir. Bu faylın ötürülmədən çıxarılan fayllar haqqında məlumatı özündə əksini tapır. Yəni elə bayaq biz easy transferdə düzəldirdik, hansı faylları istəyir ötürək. Bu da config XML bizə imkan verir ki, biz istədiyimiz faylları ya da ki materialları seçək, həmin materialları göndərək. Bu faylı scanstate utility'nin köməyi ilə və /genconfig parametrin köməyi ilə yaradılır. Bundan başqa bu XML faylını özümüz də yarada bilərik. Bu zaman istədiyiniz fayl və qovluqların yaradacağı XML faylını yönəldirik. Yəni yönəldirmiş olur ki, hansı fayl və papkalar istəyirik. Bu zaman istədiyimiz qovluqlardan fayllar və konkret faylların, məsəl üçün AVI genişlənməsi olan faylları yönəldə bilərik. Yəni istədiyimiz faylı və yaxud papkanı, yaxud da papkanın içərisində olan faylları hər hansısa ola bilər ki, ancaq faylları seçək ki, hansıların genişlənməsi .avidir. Bildiyimiz kimi iki dənə əmr mövcuddur ki, USUMP-da scanstate və loadstate. Scanstate utility köhnə əməliyyat sistemlərində işə salınır. Məsəl üçün Windows Vista və Windows 7-də bu utilit administratorun adı ilə açılır. Ancaq Windows XP-də isə bu utilit yalnız lokal administratorun qrupuna daxil olan userlər aça bilər. Loadstate isə axırıncı əməliyyat sistemində açılır və onun vasitəsilə biz məlumatları yeni əməliyyat sistemimizə ötürürük. Bunun praktikasını əlbəttə ki edə bilərəm, lakin hazır bunun videosu var. Buradan Vahid Qocayeva həmkarıma və dostuma salamlarımı çatdırıram. Onun videosunu elə bil ki montaj edəcəm öz videoma və oradan siz izləyə bilərsiniz. Çox gözəl və dəqiq çəkib, yəni ki bir ehtiyac duymuram ki onu oradan mən çəkim. Sağ olun, inşallah gələn dərslərimizdə görüşənədək, gələn dərsimiz inşallah chapter 2-dən olacaq. Sağ olun, salamat qalın. Salam əziz həmkarlar, mən Vahid Qocayev. Bugün sizlərə Windows 7 konfigurasiyası dərsliyində yer alan Byte komplektində gələn User State Migration Tool-la miqrasiya olunması prosesini baş salacağım. Səhnəmizi əsasən 2 kompüter üzərində həyata keçirəsi 03 nömrəli kompüter və 01 nömrəli kompüter üzərində. Gəlin ilk öncə
Vike komplektimizi yükləyək. Bəli, paketimiz uğurla yükləndi. Paketimiz yüklənən yoldan, yəni C diskindən Program Files, Windows AIC və Tools qovluğunda yerləşən User State Migration Tool qovluğunu C diskimizə kopyalayırıq. C diskimizdə yeni qovluq yaradırıq. Həmçinin USMT adında və yaratdığımız qovluğumuzun içərisinə kopyalayırıq. User State Migration Tool 2 əsas əmr və 4 əsas XML faylından istifadə edir. Əmrlər Scan State və Load State əmridir. XML faylları isə MIG-App, MIG-User, MIG-Docs, Config XML fayllarıdır. Bunlardan MIG-App gördüyünüz kimi MIG-Docs və MIG-User yaradılmış vəziyyətdədir. Config XML faylını isə özümüz yaradasıyıq. Gəlin ilk öncə cmd əmrini administratorun adı ilə açaq və qovluğumuz yerləşdiyi yolu göstərək. Gen config əmrinin köməyi ilə config XML faylımızı yaradaq. Həmçinin qovluğumuz yerləşdiyi yolu göstəririk və faylımızın adını.
bu əmrləri Windows əməliyyat sistemindən miqrasiya edirsinizsə, cmd əmrini administrator adı ilə açmaq şərtdir. XP əməliyyat sistemində miqrasiya edirsinizsə, administratorun adı ilə açma ehtiyac yoxdur. Bəli, config.xml faylımız uğurla yarandı. Baxaq, gördüyünüz kimi. Yenidən boş qovluq yaradaq. Nig adında. Və əmrimizi daxil edir. Şifrələmə əmrini yazırıq, encrypt və şifrəmizi daxil edirik. Əmrimiz uğurla işə düşdü. Biraz vaxt apardığı üçün bu hissəsini kəsməliyəm. Yükləməmiz səhvsiz başa çatdı. İndi isə C diskimizdəki Visual State Migration Tool qovluğumuzu digər kompüterimizə kopyalayırıq.
Kopyaladıktan sonra həmən qovluğu yenidən C diskimizə kopyalayırıq və 01 nömrəli kompüterimiz üzərində load state əmri köməyi ilə yaratdığımız MIG qovluğumuzda yerləşən faylları 01 nömrəli kompüterimizə yükləyirik. Gəlin yenidən cmd əmrini administratorun adı ilə açaq. Yenidən qovluğumuz yerləşdiyi yolu göstəririk. Yenidən şifrəmizi yazırıq. Təhlükəsizlik baxımına görə. Bəli. Gördüyünüz kimi yükləməmiz işə düşdü. Və miqrasiya prosesi başladı.
Gördüyünüz kimi əmrdən də 03 nömrəli kompüterin profili köçürülür. Gördüyünüz kimi 03 nömrəli kompüterin faylları 01 nömrəli kompüterimizə kopyalanır. Bəli. Losted əmrin köməyi ilə uğurla yüklədik və dərsimiz sona çatdı. Sağ olun, gələn dərslərdə görüşənədək.